Hamıya salam. Bugün şəhərə gənclərlə bağlı maraqlı bir müsahibəyə çıxmışıq. Gəlin baxaq nə alınır, getdik. Salam. Sizdən bir maraqlı sual soruşmaq istərdim. Nə məsləhət görərdiniz bu gənclərlə bağlı, gənclərə nə məsləhət görərdiniz? Gənclər, yəni çox biraz geniş sualdır. Yəni bunu qısa bir intervyuda hamısını vermək mümkün deyil. Amma qısa, lakanik desək, gənclərə onu arzu edə bilərdim ki, bir, aldığı dəyərləri saxlasın, onu daha da möhkəmləndirsin və gələcək nəslə ötürsün. Əsas bir də mənəvi və milli dəyərlərimizi saxlasınlar. Hansı məkanda olmamızdan asılı olmayaraq, biz Azərbaycanlıqda düzdürmü? Siz gedib tutaq ki, İngiltərədə yaşaya bilərsiniz, Amerikada yaşaya bilərsiniz, Rusiyada yaşaya bilərsiniz və s. Amma ora getməklə milliyyətimizi, dəyərlərimizi itirməyək. Oradakıları, orada nə pluslar varsa oradan götürək, gətirək burada tətbiq edə bilək və öz dəyərlərimizi saxlayaq. Əsas səbəb mən bunu arzu edərdim. Siz bir-iki sözlə nəsə demək istəyərdiniz? Mən qoşuluram. Ümumiyyətlə elə biz gəzə-gəzə gələndə indi gəncləri müzakirə edirdik. Elə tam da üstünə belə gəlib çıxdınız. Bizə də bu sualları verirsiniz. Gənclərə ən birinci önəmli bir şey dəyərlərimizi qorumaq. Elementar bir şeydir. Onu indi müzakirə edirdik. Bunu misal kimi çəkəcəm. Adi bir salam vermək məsələsi var da. Bu salam vermə elementar bir şeydir. Amma bir də görürsən ki, gənclər böyüklərə necəsiz? Nə var, nə yox. Belə olaraq belə bir müraciət eləyirlər. Salamsız. Salamsız. Yəni bu elementar bir şeydir. Amma salamın özü biz belə görmüşük də, yəni bizə öyrədiblər ki, biz indi balaca bir rayonda yaşayırdıq, tutaq ki, məhəllədə yaşayırdıq və oradakı olan insanları tanıyırdın, tanımırdın. Bizə belə deyirdilər ki, onlar səndən böyükdülər. Əgər tutaq ki, məhəllədə gəzirsənsə, kimi görürsənsə, sən ona bir salam ver. Amma bunu verməlisən. Bu bizim də belə beynimizə həkk olunub. Amma indi biz onu, biz cavanlarda biz onu görmürük. Elə bunu biz müzakirə eləyə gəlirdik. Siz də bizim qarşımıza çıxdınız. Mən də düz yerindədir və bir çox dəyərlərimiz var, ailə dəyərləri var, mədəniyyətimiz var, milliliyimiz var. Onu qoruyub saxlamaq, onu müasirləşdirmək, amma müasirləşdirmək o demək deyil ki, köklü sürətdə dəyişmək, onu Azərbaycanlılığımızı saxlamaq şərti ilə gələcək nəslə də ötürmək. Çok sağ olun. Здравствуйте. Мы интервью снимаем, хотели бы поучаствовать? Да, пожалуйста. Мы у людей спрашиваем, что вы посоветовали молодому поколению? Я сказала бы, чтобы они жили бы своей жизнью, слушали бы свое сердце, свой ум, потому что сейчас много возможностей, на самом деле, для молодежи очень много возможностей, чем можно заняться, чем можно увлекаться, куда можно было пойти, чтобы путешествовали больше, чтобы собирали деньги на себя, на свою душу, для себя, вот любить себя, учиться многому всему еще, потому что если знания есть, то можно попасть куда хочешь, своими знаниями можно и переехать куда-то, если захотите, и можно тут жить тоже, и развиваться. Самое главное развиваться, чтобы... То есть скучно никогда не бывает на самом деле, надо развиваться. А вот что скажете насчет того, что они не следят за своим здоровьем, за формой, за вот спорт, вот не занимаются? Спорт очень хороший. То есть я с молодости тоже очень много занимаюсь тоже по возможности. Но если кому-то не подходит, сразу скажу, потому что есть люди, которые не любят спорт, они лентяи. Но лентяи, это, знаете как, лежать на диване всегда можно. Но надо двигаться, надо ходить, надо дышать воздухом, надо следить за питанием. Это не самое важное. Нужно вкусно кушать, чтобы день был прекрасным. Мы тоже сейчас, кстати, позавтракали очень вкусно. Но надо всегда думать о том, что через 20, даже через 10 лет, например, если вам сейчас 15 лет, через 25 уже тело немножко по-другому себя ощущает. Поэтому нужно думать всегда вперед. В оправдании новой молодежи, я бы сказала бы наоборот, я заметила такую тенденцию в Баку, что у нас сейчас, кстати, здоровый образ жизни, я это заметила. Сейчас очень редко можно в спортзалах найти свободное место. У нас очень много открывается спортзалов. Везде я сама, как занимаюсь спортом, хожу, я вижу, что постоянно и я вижу разные поколения, и взрослые, и средние, и молодежь.
Так что Взрослые тоже на молодежь смотрят. да, я Тоже. больше сказал бы сейчас, кстати, вот, чем в наше время, Да, тоже молодое конечно, наше да, время, но сейчас как бы молодежь стала больше следить за со своим здоровьем и правильно питаться, кстати. Я это заметила. Очень много разных safety food, очень много, да, это сейчас уже стало Надо всегда популярно. думать о том, что как бы через 10 лет, как вы хотите себя видеть Да, в чтобы зеркале. потом Да, сделать. да, это обязательно, очень нужно, да. Ну, Всё. просто Того поесть желаю. обязательно нужно. Видно, что вы очень здоровый образ жизни ведете. Да, Да, эрудированное Пожалуйста, вам поколение. удачи во всем. ребята. Спасибо Спасибо большое. До вам. свидания. Salam. Biz maraqlı bir müsahibə çəkirik. Sizdən bir gənclərə məsləhət soruşmaq istərdik. Onlar idmanla bağlı, sağlamlıqları ilə bağlı. Може, вони не займаються своїм здоров'ям або не займаються спортом, молодь. Я хочу вам сказати, да, ми вимушені тут знаходитися в цій країні, але впадає в очі те, що азербайджанська молодь, вона дуже відрізняється від європейської, від української. Вони більш такі доброзичливі, вони більш уважні, вони дружелюбні такі між собою. Вони зростають, діти зростають в любові, і це відчувається. Sevgi ilə böyüyürlər. Це відчувається в молоді. Вони по-іншому відпочивають. Вони грають там на гітарі, вони співають, вони спілкуються. Вони дуже виховані по відношенню до більш дорослого покоління. Це видно, в Європі так не поступають. Вони дуже відверті, чесні. Можливо, є якісь свої відмінності, але це відмінності, це не негатив. Мені дуже подобається сучасна молодь, і якщо чесно, я б дуже хотіла, щоб мої онуки зростали іменно тут. Так. Если кто не понял, kim başa düşməyibsə, xanım demək istəyir ki, bizim cavanlarımız Avropadan daha yaxşıdır. Bizim ölkədə istəyir ki, nəvələri burada böyüsün. Burada daha yaxşı böyüyürük, biləsiz də bunu. Salam. Mən müsahibə aparıram. İştirak etmək istəyərdiniz? Olar. Siz gənclərə nə məsləhət görərdiniz? Onların sağlamlığı ilə bağlı, idmanla bağlı və s. Ümumiyyətlə, hər bir fərddən gənc olmasından asılı olmayaraq, hər istənilən bir yaşda idman eləmək adı üstündə bizim əvvəllərdə dərslikdə var idi, bədən tərbiyəsi var idi. İnsan öz bədənini tərbiyələndirməlidir. Yəni, bunun üçün mütləq şəkildə idman eləməlidir ki, insan ömrü uzansın, sağlam qalsın və yəni bir yaşdan sonra ki, o profilaktik hərəkətləri eləməlidir ki, insan daha gümrah olsun. Bu gənclikdən daha eləsələr daha məsləhətdir ki, bu vərdiş halına keçsin və yaşlaşdıqca da bu problemlər olmasın. Siz nəsə demək istəyirdiniz? Razıyam tam. Çok sağ olun. Sağ olun. Здравствуйте. Мы проводим социальный опрос. Хотели бы поучаствовать? Да, не вопрос. Мы спрашиваем, вот какой бы вы совет дали бы молодому поколению насчет их здоровья, насчет спорта и так далее? Ну, как минимум, в первую очередь, это следить за своим здоровьем, за своими близкими. И, как бы, ну, спорт – это первое, о чем нужно думать. Ну, у вас в Азербайджане очень здоровое поколение. Я вот прям наблюдаю, что молодежь ходит, гуляет. То есть не видно разврата и каких-то там антиморальных движений. И как бы, ну, респект, продолжайте в том же духе. Я сам с Белоруссии, как бы у нас поколение, ну, лично вот, может быть, вашего возраста чуть-чуть не такое. Все как-то пытаются быть чуть взрослее, хотя они нифига не взрослые. Ну, как-то так. Все. Все, спасибо большое. Спасибо. Хорошего дня. Salam dayı. Salam. Sizdən bir məsləhət soruşmaq istərdim. Bu gənclərlə bağlı, onların sağlamlığı ilə, idmanla bağlı nə məsləhət görərdiniz? Təbii ki, ilk növbədə həyatda sağlam qalmaq üçün idman lazımdır. İdman ilk növbədə sağlamlıq olsa, qalan problem deyil də. İlk növbədə sağlamlıq, sonra təhsildir. Əgər bunların ikisi bir-biri ilə uyğun gəlirsə, gələcək də parlaq olacaq. Nə bilim, siz indiki dövr çox çətin dövrdür. İndiki pokoleniya elə bir şeydir ki, hamısı telefonla üstünlüyü verir texnologiya.
Bunların düzdür, müəyyən üstünlükləri olsa da sağlamlıq baxımından çox ziyana təsirləri böyükdür. Əsas idman. İdman eləyən adam həmişə sağlam olur. Fikirləri daha geniş olur. Düzdür, bununla ilə bağlı təhsilin mütləq yenə deyirəm, ikisi bir-birini bağlamalıdır. Həm təhsil, həm idman. Bir də təhsil ondan ötəridir ki, dünya görüşdə olur. Sağlamlıq da lazımdır ki, dünya görüşü olmaq üçün gəzmək, nəyisə götürmək, çirkin şeylərdən kənarlaşmaq üçündür. İdmana bağlı olan adamlar həmişə pis vərdişlərdən kənar qalırlar, bəli. Çünki bütün günü indiki uşaqlar daha çox üstünlük verir mobil telefonlara. Lazımsız, necə deyim, belə lazım olmayan şeyləri daha tez qavrayırlar. Lazım olan şeylərə üstünlük vermirlər. Əsas bunlardır. Yenə deyirəm, gələcək nəsil üçün mütləq şəkildə yenə deyirəm, sağlam qalması üçün idman lazımdır. Təhsil önəmlidir. Bunlara daha çox üstünlük versə, gələcəyimizdə parlaq olar. Səbəb budur. Bununla bağlı əsas bunlardır. Özünüz də fikirləşin ki, indiki cavanlığın bu formada nəyə aparacağı çox bir problemlər olacaqdır. Yəni bu gedişatla. Əgər buna yenə də deyirəm, geri qayıtsalar, daha da belə pozitiv baxsalar həyata, elə bilirəm ki, yaxşı olar inşallah. Nə bilim, təbii ki, mən də indiki nəslə uğurlar arzulayıram, sağlamlıq, geniş təfəkkür arzulayıram ki, yaşadığı dövrləri mənalı, xoşbəxt yaşasınlar. Çox sağ olun. Salam xanım. Biz müsahibə çəkirik. İştirak etmək istəyərdiniz? Buyurun. Siz gənclərə nə tövsiyə edərsiniz? Onların sağlamlıqla bağlı, idmanla bağlı, pis vərdişlərlə bağlı? Pis vərdişlərdən uzaq olsunlar. İdmanla məşğul olsunlar. Nə bilim, böyüklərə hörmət qoysunlar. Yəni kiçik, böyük yerini bilməlidirlər də bizim gənclərimiz. Görürsən, bəzən bilmirlər. Amma yəni onlar da önəmlidir. Yəni önəmli məsələlərdən də biri ilə sağlamlıq. Sağlamlıqlarını qorusunlar. Bu qədər. Çox sağ olun.